Göydən yağış yağır. Yağış torpağa düşsə nə olar? Palçıq olar, lil olar. Təmiz qabın içə düşsə nə olar? Şəffaf bir su olar. Yağış bəzi vaxtlar yerə düşəndə palçıq olur, lil olur, bəzi vaxtlar şəffaf su olur. Amma göydən nə yağdı? Yağış yağdı, palçıq yağmırdı, lil yağmır. Yerdi ki o yağışı, o pak suyu palçığa çevirdi. Bizə göydən gələnlər yağışın suyuna bənzər. Qalıb bizim içimizə, daxili aləmimizə, ruhumuza, zehniyyətimizə, düşüncələrimizə. Ya onu palçıq eləyəcəyik, şərr eləyəcəyik, ya onu şəffaf su eləyəcəyik, xeyr eləyəcəyik. Bəşər sənə qalıb, mənə qalıb.